Herkese salam. DİM 20 variant sınaq imtahanından sınaq nömrə 7 birinci qrupdan izaha baxırıq. Demək, birinci sual. Metan verilib və alken verilib. Yəni, bu alken də ola bilər, sikloalkan da ola bilər. Ümumi CnH2 formuluna malik maddə verilib. Tam yanmasından alınan suyun miqdarı. Demək, CH4 alkanlar yanan zaman N+1 mol sayda su əmələ gətirir. Əgər CH4 0,2 moldursa, 1 molundan 2 mol su alınırsa, 0,2-dən də 0,4 mol su alınır. Sonra CnH2. Buradan alınan su da N mol olur. Əgər 1 molundan N mol alınırsa, qarşılıqda 0,3 mol var. Bu olur 0,3 N. Cəmi 1,6 mol olur. 0,4 metandan CnH2 N-dən də 0,3 N bərabərdir 1,6. N də bərabər olacaq buradan 4. C variantı. 2-də CH4-ün 550 dərəcədə parçalanmasından alınır etilen. 1500-də parçalanmasından alınır asetilin. Ümumi olan. Adi şəraitdə bromo suyu rəngsizləşdirir. Hər ikisinin pir rabitəsi var və ona görə onlar bromo suyu rəngsizləşdirir. Molekul daxili oksidaşma reduksiya reaksiyasıdır. Demək, burada CH4-də hidrogen müsbət 1-dən, burada həmçinin hidrogen də ayrılır digər məhsullarda yazsaq. Hidrogen gəlir 0-a. Karbonda -4-dən gəlir. C2H4-də karbonun oksidaşma dərəcəsini tapsaq, bu müsbət 1-dir. Buna x yazarıq. 2x + 4 bərabərdir 0. X bərabər olur -2. Yəni karbon -2-yə gəlir. -2 olur burada karbonlar. Yəni karbonda, hidrogendə oksidaşma dərəcəsini dəyişən hər iki element atomu eyni bir maddənin tərkibində olduğundan bu molekul daxil olur. Eyni qayda üzrə burada da hidrogen müsbət 1-dən 0-a gəlir. Karbonda -4-dən. C2H2-də karbonun oksidaşma dərəcəsini tapsaq 2x + 2 bərabərdir 0. X bərabər olur -1. Karbon gəlir -1-ə. Yenə oksidaşma dərəcəsini dəyişən elementlər eyni molekulun tərkibində olduğundan bu da olur molekul daxili oksidaşma reduksiya reaksiyası. Yəni 1-2 hər ikisi üçün ümumi olandır. Sonra 3-ə baxsaq, 1 mol metan parçalanmasına 2 mol hidrogen əmələ gəlir. İndi biz bu reaksiyanın əvvəl hissəsini yazsaq. CH4, CH4. Burada 2 hidrogen var. Burada 2 yazarıq. Daha doğrusu sağda 2 karbon var. Burada 2 yazarıq. Hidrogen solda 8 dənədir. Sağda isə 8 olması üçün burada 2 yazırıq. Sonra bura 2 atdım. 4 idi. Burada 3 yazarıq. İndi 1 molun parçalanmasının 2 mol hidrogen metanın 550 dərəcədə parçalanmasından yaranır. Birində 2-dir, birində 3. Bu ortaq deyil. Alınan karbohidrogenlərin molekulunda bir qeyri-polyar kovalent rabitə var. Qeyri-polyar karbonlar arasındadır. Burada 2 dənədir, burada isə 3 dənədir. Bu da ümumi deyil. Ona görə olur D variantı. Sonra 3-cü sual. Alken. Alkenlərin ümumi formulu CnH2-dir. Nisbi molekul kütləsi 84-dir. Alkenlərin emeri 14 dənə bərabərdir. Bu bərabərdir 84-də. N də bərabər olur 6-ya. İndi protonların sayı 48-dirsə, neutronların sayını tapmalıyıq. Onsuz molekul kütləsini verib. C6 formulu olur C6H12. Həqiqətən də biz bunun protonlarının sayını tapsaq, hər birinin protonu indeksinə vururuq. 6 vur 6, 36, 1 vur 12, 12 edir, 48. Həqiqətən də bunun 48 protonu var. Biz bunun doğruluğunu yoxladıq. İndi neytronu tapırıq. Neytronu tapanda karbonun kütləsindən proton sayını çıxırıq. 12-dən 6 çıxanda 6, 6 dəfə 6, 36. Hidrogen isə neytronu yoxdur. 1-dən 1 çıxanda 0, 0, 12-yə vursaq 0. Ona görə neytron sayı olur 36 Y variantı. 4-də. Alkan verilib, hidrogenlərin sayı 14. Alkanların ümumi formulu CnH2 + 2-dir. Hidrogenlərin sayı 2 + 2 bərabərdir 14-də, N bərabər olur 6-ya. 2 dənə üçlü karbonu var. Elə karbonu yazmalıyıq ki, 2 dənə karbonumuz ayrı-ayrılıqda üçlü olsun. Üçlü nə deməkdir? Yəni 3 karbondan əlaqələnsin. Ümumi sayda 6 olmalıdır və bu quruluş ona uyğun gəlir. İndi
Doğrular seçməliyik. Heptan izomerdir. Heptanda 7 karbon var. İzomer olması üçün karbon sayıları bərabər olmalıdır. Bu olmur. Molekulunda bir ikili karbon var. Birlidir, üçlüdür, üçlüdür, birlidir, birlidir, birlidir. Burada ikili yoxdur. 2 brom propanın natriumla reaksiyasından almaq olar. 2 brom propanı yazıq. 2 brom propan. Natriumla qarşılıqlı təsirdə olsa, natrium bromu götürəcək. Bromun qırıldığı yerdən bu gəlir, təkrar radikal birləşir. İndi mən bunun hidrogenlərin də sayını düzəltsəm, görəcək ki, həqiqətən də bu maddələr bir-birinin eynisidir. Bunu biz belə yazmayaq. Bu formada da yazsaq. CH3, CH3 bu hissədən birləşdirək. Yəni, hər türlü eyni maddədir. Bunu nömrələyib də adını baxa bilərik ki, həqiqətən də eynidir. Nömrələsək, hər iki tərəfdən şaxı eyni olduğundan buradan başlayaq. 1, 2, 3, 4. Bunun adı olur 2, 3 dimetil butan. Bunu nömrələsək 1, 2, 3, 4. Bu da 2, 3 dimetil butan. Həqiqətən də 2 brom propanın natriumla reaksiyasından almaq olar. C variantı. 5-də. X-i tapmalıyıq. Demək, burada nə baş verir? Natrium gəlir, bu xloru götürür. O xlorun çıxdığı yer boş qalır. CH3, CH, CH3, CH2. İndi buradan qırılıb xlor. Xlorun qırıldığı yerdən radikalı təkrar gətirib özünə birləşdiririk. CH3, CH3. İndi bunu oxumalıyıq. Hər iki tərəfdən radikal eyni məsafədə olduğundan hardan istəsə nömrələnməni apara bilərik. Bu da olacaq 2, 5 dimetil. Metildən 2-dən olduğu üçün dimetil. Sonda da əsas zənciri deyirik. 2, 5 dimetil heksan. Yəni D variantı. 6. Alken bromlu suyu tam rəngsizləşdirir. 1 mol alken 1 mol bromla reaksiyaya daxil olur. Əgər götürülən alkenin kütləsi 8,4 qramdırsa bu, 800 qram 4 faizli bromla reaksiyaya daxil olur. Yəni biz görək bu 800 qramın tam olaraq neçə qramı bromdur? O da eləyir 32 qram. Aşağıdan alkenin emerini yazırıq 14-in. Bromun da kütləsi 160. Buradan hesablasaq 160'ı 8,4'e vurub bölürük 32'ye bölürük 14'e en bərabər olur 3'e. En 3'dür. Alken molekulunda sp3 hibrid orbitalların sayını tapın. Bilir ki, alkenlərdə 2 karbon atomu sp2'dir. Əgər ikisi sp2'dirsə qalan biri sp3'dür. Yəni 4 bir sp3'də 4 hibrid orbital deməkdir. Çünki bir dənə s, 3 dənə p, cəmi 4 hibrid orbital olur. 6'da D variantı. 7. Demək, bu maddə 4 metil heksen 2'dir. İlk olaraq biz bunu yazaq. Heksen deyir. 6 karbon düzürəm. İkinciyə 2 qatırabdır. 4-cü karbonda da metil var. Hidrogenləri də düzəldək. Bura H, burada H, H, H2 və H3. İndi biz burada R1, R2'ni müəyyən eləməliyik. Verib CH, CH hissəsini. Baxanda mən CH, CH-ı burada görürəm. Demək, mənim R1'im olacaq CH3, R2'm də olacaq bu qalan hissə. İndi bu radikalların adı. R1 olur metil, daha doğrusu bu R2'dir. R1 olur metil, R2 ise olacaq bu ikili butil radikaldır. C variantı. Propen ve butadiyen 1,3. Propen yazılır C3H6. Alkendi. Butadiyen 1,3 ise alkadendi. C4H6. Əmələ gətirdiyi polimerin cis trans izomerləri var. Demək, cis trans forma butadiyen 1,3'də olur. Çünki onun cis butadiyen 1,3 var, bir də trans butadiyen 1,3 var. Yəni cis trans izomeri olan olacaq. Butadiyen 1,3 homoloji sıranın ikinci üzvüdür. İkinci üzvü propen də alkenlərin ikinci üzvüdür. Eyni qayda üzrə butadiyen 1,3'də ikinci üzvüdür. Çünki ilk nümayəndə 3'dən başlayır, 4 olur ikinci nümayəndə. Molekulunda 1 metil
qrupu var. Propeni biz yazırıq CH3, CH, CH2. Tadiyen 1,3 isə CH2, CH, CH, CH2'dir. Yəni bir dənə metil CH3 propende var. 6 hidrogen atom var. 6 hidrogen atomu hər ikisində var. Olacaq 3, 1, 2, 4, 8-də B variantı. Buten 1 və izopren üçün ümumi olan nədir? Buten 1, C4H8, izopren C5H8. Molekulunda metil qrupu var. Buten 1'i yazaq. CH2, CH3. Bir də izopren. Karbon 2 qat rabitə. Hidrogenləri də düzəldək. Burada CH3, CH2. İndi metil qrupu var. Görürük ki, butende də var. Həmçinin izoprende də var. Elə ortaq olan xüsusiyyət budur. Polimerləşdikdə kauçuk əmələ gətirir izopren. 6 hidrogen atomu var, heç birini. Sonra karbon atomlarını rabitə əmələ gətirən 4 qeyri-hibrid orbitalı var. Rabitə əmələ gətirən karbon üçün deyirsə qeyri-hibrid, onda belə baxırıq. Bu karbon sp2-dir. Onun sp3 olması üçün neçəsi çatışmır? 1. Demək, bu karbonu rabitə əmələ gətirən qeyri-hibrididir. Bu sp2-dir. Qeyri-hibrid olması üçün neçəsi çatışmır? sp3 olması üçün daha doğrusu neçəsi çatışmır? 1. Bu sp3'dür, bu da sp3'dür. Bunlar artıq maksimumdadır. Bunun 2 dənə qeyri-hibridi var. Karbonun rabitə yaradan qeyri-hibridinə söhbət gedir. Bu sp2'dir. sp3 olması üçün 1'i çatışmır. Bu sp2'dir. sp3 olması üçün 1'i çatışmır. Bunlar da eyni qayda üzrə sp2'dir. Hər birinin 1'i çatışmır. Artıq buradakı karbon sp3'dür. Buna baxmırıq. Cəmi olur 4. Bu izoprenə aiddir. Molekulda 11 sigma rabitə var. Açıq quruluşlu birləşmələrdə ümumi atom sayının bir vahid əksi sigma rabitə sayını verir. Burada 12'dən 1 çıxırıq 11 sigma. Burada 13'dən 1 çıxırıq 12 sigma. Bu da buten 1'ə aiddir. Ona görə olacaq A variantı. Sonra bu 9-cu sual idi. İndi 10-cu sual. X maddəsini müəyyən edin. Demək, reaksiya belə CH3, CH, CH3. CH2, COO, natrium. Natrium hidroksidindən qarşılıqlı təsirdə olur. Buradan natrium karbonat ayrılır. O natrium karbonat da hansı maddələrdən ayrılır, hansı elementlər birləşərək onu yaradır? 2 dənə natrium, CO3. Natrium 2, CO3. Burada bir yerə yıxsaq elementlərin hamısı neydi? Natrium 2, CO3. Bu çıxır. Yerdə qalır CH3, CH, CH3. Burada CH2 var idi axı. Bu qırıldı. Bu qalan hidrogen gəlir ona birləşir. İndi bir də burada natrium karbonat ayrıldı. Aha. Bu onu göstərir ki, bura gəlib qaz yığılıbdır. O qazımız da budur. Bunun adı 1, 2, 3. 2 metil propan olur. B variantı. 11. 2, 2 dimetil propan. Propan yazırıq. 2, 2 dimetil. Burada H3. Doğrular. Butan izomeridir. İzomer olması üçün karbon sayıları eyni olmalıdır. Butanın 4 karbonu var, amma burada 5 karbon var. Bunlar izomer deyil. Bir monoxlorlu törəməsi var. Demək, mən xlorlu törəməsini yaratmaq üçün xloru burada gətirsəm, adını oxuyacağım. 1, 2, 3. 1 xlor, 2, 2 dimetil propan. Xloru burada gətirsəm, yenə adını eyni cür oxuyacağım, nömrələsəm. 1, 2, 3. 1 xlor, 2, 2 dimetil propan. Yəni xloru hara yerinə dəyişsəm, bir dənə eyni bir maddə alınır. Yəni bu doğrudur. Bir monoxlorlu törəməsi var. Birli karbonlar bütün karbonların 60%-ni təşkil edir. Birlidir, 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 birlidir. Bu isə dörtlüdür. 4 dənə birlisi var. Ümumi karbon sayımı da 5'dir. 4 5'in 80%-ni təşkil edir. Bu olmur. Karbonun kütləsinin formulu bir yerə yıxsaq, bu C5H12'dir. Karbonun kütləsi 60'ın. Karbonun kütləsi 12'dir. Çünki indeksinə vuranda 60 edir. Hidrogen də 1'də 12'yə vuranda 12'dir. Bunlar da bölsək qalır 5'in 1'ə nisbəti. Olacaq 2, 4, B variantı. 12.
Alkan CnH2 plus 2. 1 molun yanmasından alınır N karbon qazı, N plus 1 su. Demək 44N, yəni karbon qazının kütləsi bərabərdir A-ya. 18N plus 18 də bərabərdir A minus 60-a. A-nın bu qiymətini gətirib yerinə yazırıq. 18N plus 18 bərabərdir 44N minus 60. Buradan 26N bərabərdir 78-ə. N də bərabər olur 3-ə. İndi X molekulunda atomların cəmi N'in qiymətini tapdıq, yerinə yazırıq. C3H8. Atomların cəmi də eləyəcək 11Y variantı. 13-də hansı ifadələr 2 metil propan üçün doğru deyil? Propen. Demək, alkendi 2 metil. Hidrogenlərin də sayını düzəldirik. Bromu suyu rəngsizləşdirir. Bəli, alkenlər bromu suyu rəngsizləşdirir. Səmərəli üsulla adı simmetrik dimetil etilendir. Alkenləri səmərəli adlandıranda etilen, sonda etilen sözü deyirik. Oxuyanda dimetil etilendir. Amma bu simmetrik yox, qeyri-simmetrikdir. Çünki iki qat rabitəni baxanda biz sağ və solu bir-birindən fərqlənir. Ona görə bu qeyri-simmetrik olur. 2-ni götürürük. 14 sigma rabitə var. Bir yerə yığsaq bu olur C4H8. Açıq quruluşlarda ümumi atom sayından bir vahid əksik. Yəni 11 sigma rabitə olacaq. Bu da yanlışdır. Hidrogen yodidlə 2 yod 2 metil propan əmələ gətirir. Reaksiyanı yazaq. Üzərinə gəlirik H yod. Markovnikov qaydası üzrə 2 qat rabitə yanında hidrogeni çox olana, halogen də hidrogeni az olana gəlir birləşir. Olur CH3 və 2 qat rabitə də qırılır. CH3 var idi, bir dənə də yod gəldi. CH3. Nömrələsək 1, 2, 3, 2 yod, 2 metil propan olur. Yəni 4 doğrudur. Cavab olacaq 2, 3 A variantı. Sonra 14. Demək, bu reaksiyadan alınıb etan. Etan, yəni CH3, CH3. Çıxanda da natrium 2, CO3 ayrılırsa, demək, əvvəl burada CH3, CH2 var imiş ki, bu çıxan H gəlib buna birləşib, bu CH3, CH3 olub. Yəni X C2H5 radikalıymış. İndi CH3, CH2 xlor natriumla qarşılıqlı təsirdə olanda natrium xlorla çıxır. Xlorun çıxdığı yerə təkrar radikalı birləşməsi baş verir. İndi bunun da adı nə olacaq? Butan. 15. Birləşməni H-bromla reaksiyasından alınan maddəni müəyyən edin. Burada 2 qat rabitə var. 15-də. Demək, burada CH2. Bu karbondur, bunlar da hidrogenlərdir. Sonra 2 qat rabitə. Karbon, CH. Yəni bu karbondur, bu H-dır. Sonra karbon, H2, bunlar da yenə H-dır. Bu da karbon, bunlar da H-lar. H2, H3, CH3. H-brom gələndə yenə Markovnikov qaydası üzrə 2 qat rabitə yanında hidrogen gələcək, hidrogeni çox olana, halogen də gələcək, hidrogeni az olana. Alınır CH3, CH-brom, CH2, CH3. Nömrələsək 1, 2, 3, 4, 2 brom, butan olacaq 15-də B variantı. Sonra 16. Alkagenlər temperatur 140-dan böyük olanda 1 və 4-cü vəziyyətə birləşmə baş verir. Yəni 1, 2, 3, 4-dür. Hidrogen gələcək 1-ə, xlor gələcək 4-ə. Buradan da alınacaq CH3 və 2 qat rabitə ortaya keçir. CH, CH, CH2, xlor. İndi maddəni oxusaq 1, 2, 3, 4, 1 xlor, buten 2. 1 xlor, buten 2 də olur A.
Amma burada mən bir şey diqqət etmişəm ki, 2 mol H-xlor var. Bu birinci mərhələdə bu alınır. Sonra bunun üzərinə təkrar bir dənə də H-xlor gəlsək, bu dəfə də artıq 2 qat rabitəyə gəlir, birləşir. Hidrogenlərin sayı eyni olduğundan hidrogeni birinə birləşdiririk, halogeni də birinə birləşdiririk. CH2 xlor. Yəni halogen tərəfdən növələsək, 1 demək bu əvvəlki nəşrlərdə belə deyilir ki, alkadenlərdə də Markovnikov qaydası üzrə gedir. Yəni hidrogen çox olanı, halogen hidrogeni az olanı birləşməlidir. Yəni onların dediyi qaydaya əsasən belə olur ki, CH3 halogenin digəri də. Yəni bu proses üzrə əgər bir alkadeni 2 mol H-xlor birləşibsə, sonda gəlib xlorlamdırsa. Sonra burada yenə gəlib xlor birləşir, olur CH3. Yəni 2 mol H-xlor varsa, belə deyək də, bu mərhələni saymasaq, hidrogenlərin ikisini gəlib birləşdirib əvvələ, ikisini də birləşdirir sona və sonunda bir məhsul almalıdır və buna əsasən də 2-3 dixlor butan götürülən cavabı, amma biraz yəni tam olaraq nəyə əsaslanır, o da göstərilmir. Amma yəni dim özü o qaydaya əsasən də cavabı 2-3 dixlor butan götürür. Sonra 17. Hansı maddəni bir monoxlorlu birləşmənin natriumla reaksiyasından almaq olar? Demək, burada elə bir maddə götürməliyik ki, onu ortadan böləndə sağda, solda eyni olsun. Məsələn, propanda biz bunu görmürük. Ortadan bölsək sağ, sol eyni olmur. Bir tərəfə ikisi düşür, bir tərəfə bir karbon düşür. Sonra 2 metil propan. 2 metil propanda ortadan bölsək yenə sağ, sol fərqlənir. 2 metil butan. Burada da ortadan bölsək sağ, sol fərqlidir. 2-3 dimetil butan. 2-3 dimetil butan. Bunu ortadan bölsək görür ki, sağ və sol eyni olur. Olur D variantı. 18. Poliizopren. Poliizopreni biz belə yazırıq. Yəni izopreni yazsaq CH3 CH, CH2. Polimerləşəndə 2 qat rabitə qırılır. Keçir ortaya. CH, CH2. İndi hibrid orbitalların sayı 36.000 olanda polimerləşmə dərəcəsi olur X. Polimerləşmə dərəcəmiz N olanda burada nə qədər hibrid orbital var? Bu sp3, sp2, sp2, sp3, sp3, sp3-də 4, 4, 3, 3, 4. Cəmi edəcək 3 dəfə 4, 12 üzərinə 6 gəlsə 18. Və N-ə də vururuq 18-i. Buradan da X bərabər olacaq 2000. A variantı. 19-da. Demək, buradan alınıb butan. Butan alınıbsa, yəni CH3, CH2, CH2, CH3. Bir də natrium karbonat çıxıb. Bu natrium karbonatdan natrium 2, CO3-dən çıxıb. Demək, burada əvvəl qalan H isə gəlir X-ə birləşir. Demək, əvvəl bu CH3, CH2 imiş. CH3, CH2, CH2, CH2 imiş ki, o çıxan CO natriumun yerinə gəlib H birləşib, o CH3 olub. Yəni, bu radikalında adı olur. Bu forması birli butil olur. Amma variantlarda birli butil yoxdur. İndi biz bunu ikili bu formada yazmış olsaydıq, CH3, CH2, belə olan zaman, yəni natrium OH gəlsə, natrium 2CO3 çıxar, qalan hidrogen gələcək CH-a birləşəcək, CH2, CH2, CH3. Bunu da nömrəsi 1, 2, 3, 4 butan olur. Amma artıq məsələn mən bu üçlü butil formasını yazsaydım. Üçlü butil belədir.
Burada COO natrium idi. Burada natrium OH gəlsəm, natrium karbonat çıxır. Qalan hidrogen gəlib burada birləşsə. CH3, CH3, CH3. Artıq bunun adını oxusan 1, 2, 3. Bu butan olmur. 2 metil propan olur. Ona görə 2 butel uyğun gəlir. Pentanın izomerlərini müəyyən edin. İzomer olması üçün karbon sayıları eyni olmalıdır. Pentanda 5 karbon var. Propan bu hissədə 3, 2, 2 dimetil deyir. 2 karbon da oradan gəlir. Cəmi elədi 5. Butanda 4, 2 metil deyir. 1 karbon da oradan gəlir. Yəni o 2 metil sadəcə olaraq karbonun nömrəsidir. O deməkdir ki, orada 2 dənə metil var. Yox, sadəcə ikinci karbona birləşdiyi üçün o 2 metil deməkdir. Ona görə biz onu bir dənə götürürük. 4 bu, bir dənə də 2 metildəki karbon elədi 5. Sonra butanda 2 dənədir. 2, 3 dimetil dediyi üçün üzərində ikisi də gəlir, elir 6. Siklopentanda da 5. Amma yəni pentan alkanlar heç bir siniflə sinif arası izomeri əmələ gətirmir. 4-ü də ona görə çıxıram. Bu da 6-dır, götürmürəm. Uyğun gəlir 1, 2. Yəni alkan ancaq alkandan sinif daxili izomerliyi əmələ gətirə bilər. Demək 21. Metan 2 molekul xlorla qarşılıqlı təsirdə olur. Buradan 2H xlor ayrılıbdır. 2H xlor ayrılıbsa, onda hidrogen ikisi sağdadır. 2 hidrogen CH4-dən çıxıb qalıb CH2. Solda 4 xlor var. İkisi sağda H xlorun tərkibindədir. Qalan ikisini də buraya yazıram. X molekulunda karbon oxşaşma dərəcəsi hidrogen müsbət 1, xlor mənfi 1-dir. Karbonu da X yazırıq. Hər birinin oxşaşma dərəcəsini indeksinə vurub toplayıb 0-a bərabər eləyirik. X plus 2 minus 2 bərabərdir 0. Buradan da X bərabər olur 0. B variantı. Hansı birləşmənin sinklə reaksiyasından buten 2 alınır? Elə maddələrə biz sinklə təsir eləməliyik ki, orada halogenlər bir-biri ilə məsələn bucaq gətirəcək, siklik quruluş gətirəcək şəkildə yerləşməsi, məsələn 1-3-də, 1-4-də, 1-5-də, 1-6-da, 2-5-də və s. belə yerləşməsi. 1-2 dibrom butan. Burada sink gəlir, bromları götürür, çıxdığı yerə 2 qat rabitə gəlir. Bu olur buten 1. Bizə buten 2 lazımdır. 1 brom butan. Buradan alken alınmaz, çünki biz dibromlu 2 halogen olan birləşmələr götürməliyik. Ona görə B-ni də, C-ni də çıxırıq. İndi qaldı D ilə Y. 1-3 dibrom butan. Burada artıq təsir göstərsə, bayaq dediyim ki, görürsünüz ki, halogenlər 1 ilə 3-də yerləşir. Əgər 1 ilə 3-də yerləşirsə, buradan sikloalkan alınır. Amma 2-3 dibrom butana baxsaq, 2-3 dibrom butan. Burada sink bromları götürür, onların qopduğu karbonların arasında 2 qat rabitə gəlir, olur buten 2. Y variantı. 23. Poliizopren və polipropilen polimerləşmə dərəcələri eynidir. Molekulunda hidrogenlərin sayı. Poliizopren CH2, CH3, CH2. Burada N verib deyə bunun polimerləşmə dərəcəsini N ştrixlə göstərir. Polipropilen, bunda isə CH3, CH2. Demək, buna da N ştrix yazaq. Polimerləşmə dərəcəsi N olanda karbonlar, hidrogenlərin sayı daha doğrusu olur X. Bunun polimerləşmə dərəcəsi N ştrix olanda hidrogenlərin sayı nə qədərdir? 2, 4, 5, üstə 3, 8 N ştrix. Buradan da N ştrixlər gedir. X bərabərdir 8N. Sonra burada polimerləşmə dərəcəsi N olanda hidrogenlərin sayı Y. N ştrix olanda hidrogenlərin sayı 6Y. 6N ştrix. N ştrixlər gedir, Y bərabərdir 6N. Deyir ki, polipropilende metil qrupların sayı 500 olarsa X minus Y tapın.
Biz burada polipropilende verib ki metil qruplarının sayı 500'dür. Və bunun polimerləşmə dərəcəsi eyni idi. İndi hidrogenlərin sayına görə gedək. Y, yəni hidrogenlərin sayını propilende 6n tapmışıq. 6n hidrogeni olanda metil qruplarının sayı nə qədərdir? 500'dür. Bəs hidrogenlərin sayı nə qədərdir bunun? 6 olanda metil qrupu bir dənədir. Buradan n'ni tapsaq, n bərabər olacaq 500'ə. N'ni tapdıq. İndi x-lə y üçün yerinə yazırıq. Y bərabər olur 6 vur 500 3000. X də bərabər olur 8 vur 500 edir 4000. X-dən də y çıxanda 4000-dən 3000-i çıxsaq eləyəcək 1000. 24. Metan tam yanması sərf olunan oksigenin kütləsi. Metan CH4'dür. 2 mol oksigenlə reaksiyaya daxil olur. Alınır karbon qazı və 2H2O. Metanın kütləsi M-24'dür. Oksigen isə M-dir. Altından metanın M-rini, buradan oksigen 32'də M-sana da vuruq 64. 64 M çıxılsın. 64'ü 24'ə vursaq 1536 bərabərdir 16 M. Bunu da bölürük 48'e M bərabər eləyir 32. 25. Alkan 1 mol yanmasından alınan karbon qazının kütləsi. N mol karbon qazı alınır. Alkanın kütləsi M-ə bərabərdir. Onun M-rini bərabər eləyək M-ə. Söhbət çünki 1 moldan gedir. 1 molun yanmasından alınan karbon qazının kütləsi 44 N isə bərabərdir 3 M-ə. M-in qiymətini gətirib yerinə yazıram. 44 N bərabərdir 3 vurulsun 14 N plus 2. Buradan N bərabər olacaq 3'ə. Formul olur C3H8. Hidrogenlərin sayı da olacaq 8. Hansı reaksiyalarda molekullarda pirabitələrin sayı artır? Etil spirtində pirabitə yoxdur. Çünki 2 qatı, 3 qatı yoxdur, ancaq tək qatdır. Buradan alınır Lebedev reaksiyası C4H6. Yəni butadiyen 1,3. Görürük ki, burada 2 dənə pirabitə var. Yəni pirabitə sayı artdı. C2H4 etilendir. Burada bir pirabitə var. Bu su ilə reaksiyaya daxil olanda etil spirt əmələ gətirir ki, burada ancaq tək qatdır. Yəni pirabitə olmur. Azalma olur yəni. Metanda, alkanda onlarda pirabitə yoxdur. 1000 dərəcədə qızdırılmasından alınır asetilen. Burada da görürsünüz 2 dənə pirabitə var. Yəni pirabitə sayı daha doğrusu 1000 dərəcədə qızdırılanda karbon alınır. 1500 də asetilen idi. Burada nə metanda, nə də ki karbonda pirabitə yoxdur. Bunu çıxırıq. Bu birləşməyə sinklə təsir göstərəndə alınır buradan etilen. Burada pirabitə yox idi. Etilende isə bir pirabitə var. Yəni sayı artdı. Olur 1,4. 550 dərəcədə parçalananda alınır etilendir. Sonra 1500'də asetilen A, 1000'də isə karbon B. D, A, B getdi. Həmçinin baxın bunların başqa adları da var. Asetilenin başqa adı etindir. A'nın yanına Y də yazırıq. Sonra başqa da uyğun gələn C heç birinə, etan heç birinə uyğun gəlmir. 28. 2 xlor butanın quruluş formulunu yazın. Butan deyirsə, demək əsas zəncirdə 4 karbon var. İkinciyə də xlor yazıram. Hidrogenləri düzəldirik. CH3, CH, CH2, CH3. Quruluş formulunu yazdıq. Sonra da bunun natriumla reaksiyası təniyini yazın və əmsallaşdırın. CH3, CH xlor. CH2, CH3. Yəni bu ürs reaksiyasıdır. Natrium gəlir xlorla, natrium xlorid çıxır. Xlorun çıxdığı yerdən radikalın güzgüdə əksi baş verir. CH, CH2. Bunu hətta bu formada yazaq ki CH3
CH2, yəni tərs hissəsindən buradan başlayaraq yazaq, onsuz eyni maddə. CH, CH3. Xlorun çıxdığı yerdən bunu təkrar gətirirəm, birləşdirirəm. CH2, CH3. Əmsallaşdırsaq, bura 2, bura 2, burada 2. Məhsul isə əmsalı 1 olur. Bu da olur ikinci. 29. Alkanın səmərəli üsulu adı verilib. Karbon, hidrogen və karbon-karbon rabitələrinin sayı. Tetrametil metan deyirsə, metan yazırıq. Tetra 4 dənə metil deməkdir. CH3, 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 CH3. Karbon, hidrogen rabitələrinin sayı olacaq burada. Yəni hidrogenlərin sayı qədər. 3, 6, 9, 12 dənə. Karbon isə 1, 2, 3, 4 dənə. Sonra başqa bir alkan verilib. Karbon-karbon rabitələrinin sayı 2 dənədir. Karbon-karbon rabitə sayı 2-dirsə, demək burada 3 dənə karbon var. Belə. Hidrogenləri də düzəldirik. Bu H3, H2, H3. İndi bunu adlandıraq. Radikal şaxələnmə bu karbonla başlayır. Oxuyanda adını oxuyuruq. Dimetil. Dimetil. Metan. Səmərəlidə həmişə sonunda alkanlarda metan deyirik. Karbon-karbon var. Karbon hidrogendə hidrogenlərin sayı qədər olacaq. Yəni 8. Burada da bu 12. Bu da 4. Sonra 30. Reaksiya tənliyini yazın, əmsallaşdırın. Reaksiya daxil olur alüminium karbid və su. Buradan alınır alüminium hidroksid və metan. Əmsallaşdıranda bura 4, bura 3 yazırıq. Daha sonra suyun qarşısına 12 yazırıq. Düzəlir. Reaksiya tənliyini yazıb əmsallaşdırdıq. Alüminium karbid artıq miqdarda götürülmüşsə M-i hesablayın. Demək, 5 mol su reaksiyaya daxil olur. Bu zaman burada qaz toplanır. Bizim də alınan qaz metandır. Görə bu zaman neçə qram metan toplanır? X. 12 mol su reaksiyaya daxil olanda neçə qram metan toplanır? Əmsalı 3-dür, M-i də 16. Buradan da M bərabər olur 20-yə. Bu da olur 3-cünün cavabı.